Mayın 16-sında Qax şəhər stadionunun ərazisində judo zalı fəaliyyətə başlayıb. Açılış mərasimində Gənclər və İdman naziri Fərid Qayıbov, Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, Azərbaycan Judo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu, Azərbaycan Judo Federasiyasının prezidentinin müşaviri Natiq Bağırov və digər rəsmilər iştirak ediblər. Judo zalı Azərbaycan Judo Federasiyası tərəfindən müasir standartlara cavab verən tatamilərlə və digər zəruri avadanlıqlarla təchiz edilib. Zalın fiziki hazırlıq zonasında isə judoçuların fiziki inkişafının təmin edilməsi üçün lazımi idman avadanlıqları yer alıb. Tataminin ümumi ölçüsü 200 kvadrat metr sahəni əhatə edir. Bundan başqa məşqçi və paltar dəyişmə otaqları da mövcuddur. Daha sonra Gənclər və İdman naziri Fərid Qayıbov Zaqatala Olimpiya İdman kompleksinə baxış keçirib. Nazir Fərid Qayıbov kompleksdə aparılan əsaslı təmir və yenidən qurma işlərinin gedişi ilə tanış olub, görülən işlərin icra vəziyyəti barədə məlumat alıb. Nazir təmin işlərinin keyfiyyətlə və vaxtında yekunlaşdırılmasının, eləcə də mövcud infrastrukturdan səmərəli istifadənin təmin olunmasının vacibliyini vurğulayaraq müvafiq tövsiyə və tapşırıqlarını verib.